Gəlin advanced səviyyə üçün nəzərdə tutulan yeni bir mətn üzərində birlikdə işləyək, yeni sözlər öyrənək, dinləyək, anlayaq. Başlayaq. Enroll. Enroll. Enroll sözünün mənası qeydiyyatdan keçmək, nəyəsə yazılmaq. In English, to register as a member or sign up for something. Yəni nəyəsə üzv olmaq. Üzv olmaq üçün yazılmaq da. Autonomy. Autonomy. Autonomy yəni azadlıq, müstəqillik, öz qərarını vermə azadlığı. The freedom to make decisions without being controlled by someone. Decompress. Decompress. Decompress nə deməkdir? Bu, gərginliyi azaltmaq, rahatlamaq deməkdir. To relax or calm down. Assign. Assign. Assign tapşırıq vermək, vəzifə vermək və yaxud da ki, to give a particular task or job. Wrote. Wrote. Rote nə deməkdir? Əzbərləmə yolu ilə öyrənmə, təkrar öyrənmə. The act of learning something by repetition. You learn by repetition and it is called rote. Vocational. Vocational. Okay, what does vocational mean? Nə deməkdir? Vocational yəni peşə yönümlü, peşə təhsili ilə bağlı. It's directed at a particular occupation and the skills needed for it. Məsələn, vocational sözü əgər yadda qalmırsa, belə bir cümlədə işlədək. Ali is doing a vocational course in childcare. Ali is doing a vocational course in childcare. Yəni Ali uşaq baxımı ilə bağlı peşə yönümlü bir kurs keçir. Why Finland is a global leader in education. Yəni niyə Finlandiya təhsildə dünya lideridir, global leader? Finland has been named as the happiest country in the world by the World Happiness Report for 8 years in a row, and also has one of the best education systems on the planet. Mən də maraqlı bir mövzudur. Yəni Finlandiya dünya xoşbəxtlik hesabatına görə World Happiness Report ardıcıl 8 ildir ki for 8 years in a row. For 8 years in a row. Ardıcıl 8 ildir ki dünyanın ən xoşbəxt ölkəsi seçilir. Və həmçinin planetin ən yaxşı təhsil sistemlərindən birinə malikdir. One of the best education systems on the planet. Finnish students consistently top the OECD program for international student assessment, but what makes the system so good might surprise you. Finnish students, yəni Finlandiyalı şagirdlər OECD şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramında daim yüksək nəticələr əldə edirlər. Consistently top assessment. Amma bu sistemi belə yaxşı edən şey sizi təəccübləndirə bilər. It might surprise you. Education is compulsory in Finland from age 6 to 18. Finlandiyada təhsil 6 yaşdan 18 yaşa qədər compulsory, yəni məcburdur. However, around 80% of children aged 3 to 5 are enrolled in the country's early childhood education and care program. Amma 3-5 yaş uşaqlar arasında olan uşaqların təxminən 80% ölkənin erkən uşaqlıq təhsili və qayğı proqramına yazılır. Enroll qeydiyyatdan keçirir, ora yazılır. Education and Care Program, təhsil və qayğı proqramı. These first few years aren't about academic skills, but rather socialization and learning through play.
Bu ilk illərdə məqsəd deməli akademik bacarıqlar deyil, daha çox but rather socialization, sosiallaşma və oyun yolu ilə, oyunla, learning through play, oyunla öyrənmədir. Classroom activities are goal-oriented and interesting, inspiring children to explore and learn in their own way. Aha. Dərs fəaliyyəti, sinif fəaliyyəti məqsədyönlü, are goal-oriented, məqsədyönlü və maraqlıdır. Inspiring children. Uşaqları həvəsləndirir. Nəyə? To explore and learn in their own way. Uşaqları öz yolları ilə, yəni özləri kimi, özlərini kəşf etməyə və öyrənməyə həvəsləndirir. This focus on independent learning is maintained throughout compulsory education too. Aha, bu müstəqil öyrənmə yanaşması məcburi təhsilin digər mərhələlərində də davam etdirilir, is maintained. Yəni məcburi təhsildə də bu yanaşma davam etdirilir. Students get a lot of autonomy, though they are still guided by highly trained teachers, most of whom have a master's degree and take part in regular professional development training. Şagirdlərin çoxu, students get a lot of autonomy. Yəni şagirdlər çox, daha doğrusu azadlıq əldə edirlər, çox azadlıq qazanırlar. Baxmayaraq ki, onlar hələ də yüksək hazırlıqlı müəllimlər tərəfindən guided, yəni bələdçilik olunurlar, istiqamətləndirirlər və bu müəllimlərin çoxu, əksəriyyəti magistr dərəcəsinə malikdir və onlar in a regular professional development training, regular yəni müntəzəm olaraq, müntəzəm peşəkar inkişaf təlimlərində həmin o müəllimlər iştirak edirlər. The Finnish classroom is a low-stress space. Finlandiyada siniflər aşağı stresli, yəni az stresli bir mühitdədirlər daha doğrusu. Yəni stres vermir də belə deyək şagirdlərə. School starts between 9 and 9:45 a.m. and ends between 2 and 2:45 p.m. and students usually only have a small number of classes a day. Nə alsam. Məktəblər adətən səhər saat 9 ilə 9:45 arasında, 10-a qalmış 15 dəqiqə arasında başlayır və 2 və ya 3-ə qalmış 15 dəqiqə arasında bitir. They get time to eat, play, and decompress rather than being exhausted by hours of study. Burada they get time to eat. Onlar yemək yemək üçün vaxtlar olur. Play, oynamaq üçün vaxtlar olur. Decompose. Decompose yəni istirahət eləmək. İstirahət eləmək üçün də vaxtları olur. Belə deyək də, decompose stresi azaltmaq üçün. Saatlarla being exhausted. Saatlarla deməli yorulmaqdansa, oxumaqdan yorulmaqdansa onlar oynayırlar, yeyirlər və belə deyək, istirahət edirlər. Teachers in Finland assign a lot less homework than those in other countries too. Deməli, Finlandiyada müəllimlər digər ölkələrə nisbətən daha az ev tapşırığı verirlər. Assign. Education happens primarily in the classroom, while outside of school, children have time to gain life experience and spend time with family. Deməli, təhsil adətən əsasən sinifdə baş verir, primarily, əsasən sinifdə baş verir. Məktəbdən kənarda isə uşaqların həyat təcrübəsi qazanmağa, to gain life experience, həyat təcrübəsi qazanmağa və ailə ilə vaxt keçirməyə, yəni kifayət qədər vaxtı olur. Finally, Finland doesn't use standardized testing to monitor academic performance. Yəni,
sonda onu deyə bilərlər ki, Finlandiyada akademik göstəriciləri izləmək üçün lazım olan standartlaşdırılmış, yəni hamı üçün bütün ölkələrdə olan, digər ölkələrdə olan standart bir testlərdən istifadə olunmur. Akademik göstəriciləri yoxlamaq üçün standart testlərdən istifadə etmirlər Finlandlar. Systems based on standardized testing can often result in students simply rote learning to perform well on an exam rather than being properly engaged with understanding a subject. Standart testlərə əsaslanan sistemlər çox vaxt şagirdlərin sadəcə imtahanda yaxşı nəticə göstərmək üçün əzbərləməsinə gətirib çıxarır. Yəni əslində o mövzunu başa düşmür. Rather than being properly engaged with understanding a subject. Yəni mövzunu başa düşməkdənsə sadəcə olaraq imtahanda yaxşı nəticə göstərmək üçün çalışırlar. Instead, Finnish students are graded individually using systems created by the teachers who know them. Bunun əvəzinə instead Finlandiya şagirdləri nə edirlər? Onları yaxından tanıyan müəllimlər tərəfindən fərdi şəkildə qiymətləndirirlər. Ne gözəl. The only national exam comes at the high school level. Aha. Deməli sadəcə yeganə bir milli bir imtahan olur, o da high school level. Yəni lisey, ali məktəb səviyyəsində keçirilir. Students can choose between a more general education and vocational school. Şagirdlər burada ya ümumi təhsil seçirlər, ya da peşə təhsili. İki təhsil seçimi arasında qalırlar. Those who take the general education route can do the national matriculation exam, which is used for university entrance. Ümumi təhsili seçənlər, those who take the general education. Ümumi təhsili seçənlər nə edirlər? Milli maturitet imtahanı verirlər və onun vasitəsilə universitetə qəbul ola bilirlər.